Novruz bayramı her bir Azerbaycanlının kalbinin bayramıdır. Her bir insanın bayramıdır. Her bir ailenin bayramıdır. Bizim müstakil Azerbaycan torpağının Azerbaycan Respublikası'nın bayramıdır. Biraz zahmet olmasın bunu. Ya Allah, ver benim bəxtimi. Ezberliyini. Novruz bayramı dostluk bayramıdır. Mehribanlık bayramıdır. Mənəviyyat bayramıdır. Medeniyet bayramıdır. Halkımızın kahramanlığını, reşadetini, şücahatini nümayiş ettiren bayramdır. Novruz bayramı həmişə bizim halkımızı birbiriyle daha da sık birleştirip həmişə bizim insanlarımız arasında dostluk, mehribanlık alakalar yaradıp həmişə insanları birbirine dost etmeye çalışıptır. Novruz bayramı Azərbaycanın ən qədim və ən dərin mənəvi köklərə malik bayramlarından biridir. O, təbiətin dövranı ilə insanın həyat və fəaliyyətinin sıx əlaqəsi ilə əlaqədar olan çox mühüm bir ənənədir. Bu bayram həmçinin Azərbaycanın əkinçilik və maldarlıqla məşğul olan xalqının tarixindən doğmuş və bu səbəbdən də bəşəriyyətin ümumi inkişafının bir təcəssümü kimi qəbul edilə bilər. Novruz, yazın gəlişi, həyatın yenilənməsi və təbiətin dirilməsi ilə əlaqədar bir bayramdır. Novruzun mənşəyi ilə bağlı fərqli nəzəriyyələr mövcuddur. Lakin ən çox qəbul edilən mülahizələrdən biri Novruzun yaradılış bayramı olmasıdır. Bu nəzəriyyəyə görə Novruzun yaranması ilə bərabər təbiətin yenidən dirilməsi və dünyanın yaranması bir-birinə paralel gedir. Əslində Novruz həm də bir növ təbiət hadisəsinin, həyatın oyanışının təntənəsidir. Novruzda qeyd olunan 4 çərşənbə hər biri bir ünsürlə əlaqələndirilir. Su, od, torpaq və külək. Bu çərşənbələr təbiətin müxtəlif dövrlərini və elementlərinin gücünü simvolizə edir. Hər çərşənbə özünə məxsus mənalar daşıyır və bu mərasimlərə folklora daxil olan ənənələr bayramın bir parçası kimi davam edir. Bugün əslində qədim inanc və adətlərdən gələn çoxsaylı simvollar və mərasimlər toplanmışdır. Evlər təmizlənir, yeməklər hazırlanır, şərbətlər və xeyirxah dualar paylaşılır. Gəlin Novruz bayramı ilə bağlı təbrikləri dinləyək. Azərbaycan xalqının yadda qalan, əbədi yaşar bayramlarından biri də Novruz bayramıdır. Bütün xalqımız bu Novruz bayramını həmişə səbirsizliklə gözləyir. Çünki Novruz bayramı sözün əsl mənasında baharın gəlişi ilə əlaqədar olaraq çox sayılı xoş hadisələrlə yadda qalır. Xalqımızın qədim bayramı olan Novruz bayramını yaşından, vəzifəsindən asılı olmayaraq hamısı sevinçlə qarşılayır. Çünki Novruz bayramı baharın gəlişidir. Təbiətin yenidən canlanmasıdır. Bizim arzularımızın çoxunun həyata keçirilməsini özündə ehtiva edən bir bayramdır. Çox sevinirəm ki, artıq neçə illərdir ki, biz Novruz bayramını Azərbaycanın bütövlüyü şəraitində keçiririk.
Allah bizim xalqımızı qorusun. Allah bizim xalqımızın çətin günlərini arkada qoysun. O illər keçdikcə dövlətimiz çiçəklənsin. Xalqımız xoşbəxt və saf əqidə ilə irəliyə getsin. Bayramımız mübarək. Əziz Qursalı TV-nin izləyiciləri, dəyərli tamaşaçılar, mən sizin hamınızı o gözəl, əziz bayram münasibəti ürəkdən təbrik edirəm. Ən böyük arzum bilirsiniz nədir? İnşallah tezliklə öz doğma yurtlarımıza qayıdaq. Orada tonqallar çataq. Orada birbirimizin evinə qonaq gedək, bayramlaşaq. Ən xoş arzularımızı birbirimizin üzünə deyək, necə deyərlər. Bir-birimizə əl uzadaq, bir-birimizə qucaq açaq. Əminəm ki, bugün gələcək. Necə ki, biz Qarabağı özümüzə qaytardıq. Necə ki, bu bayramı bayram kimi qeyd edirik, bu qələbəni. Eləcə də Qərbi Azərbaycana qayıdış yollarımızda biz tonqallar çataq, bayramlar eləyək. Sizin hər birinizin ailəsinə, evinə sadət, xoşbəxtlik arzulayıram. Qoy bayram süfrələriniz bol olsun. Qoy insanların üzü gülsün və qəlblərindəki ümid çiçək açsın. Bu çiçək baharın çiçəkləri kimi əlvan olsun və bir gün biz təkrar o torpaqlara qayıdanda bir-birimizə göz aydınlığı verək. Bayramımız mübarək olsun deyək. Bu bayram məhz Qərbi Azərbaycanda keçirilsin. Çünki Qərbi Azərbaycan hər birimizin doğma vətəni, doğma torpağı, xatirələrimizin beşiyidir. Bayramımız bir daha mübarək olsun. Azərbaycan xalqını, hər bir kəsi qarşıdan gələn Ramazan bayramı və Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər bir ailəyə xoşbəxtlik, problemlərinin həll edilməsini, sosial rifahın artmasını, dövlətimizlə, dövlətçiliyimizlə fəxarətinin günü-gündən artmasını arzulayıram. Biz müstəqilliyimizi gücləndirə bildik. Biz dünyaya müstəqil daxili-xarici siyasət yerdə bildiyimizi göstərdik. Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün müəyyənləşdirici strateji inkişaf yolu bugün prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Torpaqlarımız işğaldan azad oldu. Regionlarımız inkişaf edir. Beynəlxalq birlikdə Azərbaycan böyük nüfuza malikdir. Hər bir Azərbaycanlının probleminin həlli bugün dövlətimizin, Cənab Prezidentimizin diqqətindədir. Və hər gün biz inkişafımızla bağlı yeni xəbər eşidirik. Və inanıram ki, bu uğurlarımız günü-gündən artacaqdır. Hər birimiz dövlətçiliyə bağlı, hər birimiz Cənab Prezidentin dəstəkçisiyik və günlər keçdikcə biz uğurlarımızın daha çox olduğunu görəcəyik. Mən Fəxriyə Hacıyeva, xalça rəssamıyam. Azərbaycan xalqımızın Novruz bayramını təbrik edirəm. Gün o gün olsun ki, Novruzu Qərbi Azərbaycanımızın bütün yurd yerlərində, bütün mahallarında qeyd edək. Qursalı TV komandasına, Samir müəllimə, sənətə, mədəniyyətimizə, tariximizə geniş yer verdiyiniz üçün təşəkkürümü bildirirəm. Sizə fəaliyyətinizdə daim uğurlar arzulayıram. Əziz elim, obam və xalqım, əvvəlcə sizi salamlayıram. Bilirik ki, qarşıdan Novruz bayramı gəlir. Novruz bayramı o biri bayramlardan fərqli olur, şirindir və yadda qalandır. Bu ilki Novruz bayramı Ramazan bayramı ilə eyni vaxtda təsadüf olunur. Ona görə də həm Novruz bayramı, həm oruçluq bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Elimizə, xalqımıza, obamıza bayram münasibəti ilə can sağlığı, ruzi, bərəkət və xoş günlər arzulayıram. Neçə belə bayramlar arzulayıram. Gələn Novruz bayramları müharibəsiz olsun. Dəmir yumruğumuz isə daha möhkəm olsun. Sağ olun. Hər birinizə can sağlığı arzu edirəm. Sağ olun, çox sağ olun, var olun. Əziz dostlar, əziz Azərbaycan xalqı, mən Maysə Ağamirzəyeva, Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədriyəm. Sizi uzaq Hollandiyadan salamlayıram. Əziz xalqım, hörmətli Qursalı TV əməkdaşları,
Sizi Novruz bayramı və Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Biz xaricdə yaşayan Azərbaycanlılar üçün son illərdə Novruz bayramı xüsusi bir sevinç bəxş edir. Çünki bizim tonqallarımız artıq Qarabağımızda yanır və Qarabağımıza böyük bir köç başlayıbdır. Xaricdə yaşayan Azərbaycanlıların informasiya mübarizəsi hələ də davam edir və biz sizi əmin edirik ki, bu mənada əlimizdən gələni əsirgəməyəcəyik. Xalqımıza əmin-amanlıq, xoş günlər və bir daha müharibə olmamasını diləyirik. Bayramınız mübarək olsun. Merhaba saygıdeğer dostlar. Ben Kars'ın Çıldır kazasından Aşık Gökmen Dursunoğlu. Türkiye, Tekirdağ'da yaşıyorum. Buradan Garbi Azerbaycan'daki soydaşlarımıza ve tüm Türk dünyasına bayram münasebetiyle bayramını tebrik ediyorum ve aynı zamanda da Nevruz bayramını tebrik ediyorum. Çifte bayram yaşıyoruz. Tüm Türk dünyasının ve Garbi Azerbaycan'da bulunan soydaşlarımızın bayramını tebrik ediyorum. Sağ olun, var olun. Azərbaycanlı qardaşlarımızı Novruz ayyamu bilan təbrikləymən və Qursalı TV telekanaliga o'z minnatdorchiligimizni bildiraman. Ozarbayjonlik qardoshlarimizni kirib kelayotgan Navruz ayyomi bilan tabriklayman va Gursali TV telekanaliga o'z minnatdorchiligimni bildiraman. Salam, mən jurnalist Nicat Quliyev, Naxçıvandan hər birinizi salamlayıram. Müqəddəs Ramazan bayramı, Novruz bayramı münasibəti ilə hər birinizi təbrik edirəm. İnşallah edilən dualar qəbul olar, tutulan oruçlar qəbul olar və eyni zamanda Novruzun gətirdiyi birlik, bərabərlik hər zaman Azərbaycan xalqı ilə bərabər olar. Və düşünürəm ki, Qərbi Azərbaycanlılar üçün önəmli bir dövr olar və onlar öz doğub, boya başa çatdıqları doğma torpaqlara ayaqlarını basa bilərlər. Niyyətlərimiz təbii ki, safdır, təmizdir. Düşünürəm ki, Qərbi Azərbaycanlılar illərlə öz torpaqlarından, öz doğma yaşadıkları ərazilərdən uzaq düşüblər və bu il elə bir il olar ki, onlar həmin torpaqlara geri qayıda bilərlər, öz doğma yurtlarını görə bilərlər və bunun gətirdiyi sevinç və xoşbəxtlik ilə gözəl illər nəsib olar. Bir daha bayramlarınız mübarək olsun. Şam düzüm qoy ağzınız çil olsun. Şöyle saçan alovdan biri de benim olsun. Səməni nazlı gelin ince belinde kemer, baharın elçisidir bəzəkli nəlbəkilər. Səməni nazlı gelin ince belinde kemer, baharın elçisidir bəzəkli nəlbəkilər. Yurdumuza yaz gelir, tez barışsın küsələr, talih sizə yar olsun, sevilərlər, sevərlər. Şeker bura paxlama, bəzək verir xonçaya, baharın nemətidir elə obaya. Şeker bura paxlama, bəzək verir xonçaya, baharın nemətidir elə obaya. Toy bayrama karışsın, her heyette biz tongala yıldızla yarışsın. Səməni nazlı gelir, ince belinde kemer, baharın elçisidir bəzəkli nərbəklər. Durdumuza yaz gelir, tez barışsın küsələr, talih sizə yar olsun, sevilərlər, sevənlər. Novruz bayramı Azərbaycan xalqının ən mühüm və eyni zamanda milli mənəvi dəyərlərini özündə əks etdirən bir bayramdır. Xalq bayramıdır.
Tarixən də bu bayram bir xalq bayramı kimi qeyd edilib. Hətta müəyyən dövrlərdə bir dövlət bayramı kimi qeyd edilir və bu da müəyyən tarixi mənbələrdə var. Novruz sözü yeni gün deməkdir. Yəni təbiətin yaranışında, təbiətin dəyişikliyində yeni nəfəs, yeni gün gəlir insan həyatına. Bu da adətən mart ayının 19-undan 22-sinə kimi olan günlərə təsadüf elədiyinə görə həmin günlərdən Novruz bayramı hesab edilir. Müəyyən dövrlərdə bunu dini don geyindirsələr də, amma bu tarixən milli və xalq bayramıdır. Təəssüflər olsun ki, Sovetlər ölkəsi dövründə də milli bayramı kimi qəbul elədiyimiz Novruz bayramımıza müəyyən qadağalar qoyulub, onun geniş kütlə tərəfindən qeyd olunmasını icazə verilməmişdir. Amma buna baxmayaraq, Novruz istəyi, Novruz həvəsi, ürəyində Novruz milli dəyərlərinə olan istək insanları bu işlər qadağanı saxlaya bilməmiş, onlar müəyyən çərçivədə, ailələrində, evlərində, müəyyən kəndlərdə Novruz bayramını qeyd edə bilmişdilər. Mən də yaşadığım Qərbi Azərbaycanın Ağbaba mahalının Elləroğlu kəndində və ümumiyyətlə Qərbi Azərbaycanda Novruz bayramının heç bir qadağa qarşısını kəsə bilmədi. Həmin dövrlərdə biz depressiya olunana qədər, 1989-cu ilə qədər biz orada Novruz bayramını geniş şəkildə qeyd eləmişik, xüsusi hazırlaşmışıq. Novruz bayramı bizim bir xalqın hamının birliyi şəklində, coşku şəklində qeyd olunub. Orada müəyyən şənliklər təşkil olunardı, qapıda arxasına papaq atmalar, müəyyən tərtiblər, kösa oyunları, müəyyən şeylər təşkil olunardı və bundan sonra göstərir ki, Novruz bayramını heç kəs bizim xalqın əlindən ala bilməz. O bizim ən qədim və milli mənəvi dəyərlərlə söykənən bayramımızdır. Və bu gündə bu bayram Azərbaycanda geniş coşku ilə qeyd olunur. Və biz Qərbi Azərbaycanda yaşayanda bizim ən böyük, mühüm üstünlüyümüz ondan ibarət oldu ki, biz din içində din, dil içində din yaşatdıq. O cümlədən belə tarixi bayramlarımızı yaşatdıq və bu günə gətirib çıxara bildik. Xalqımız yeni gün, Ergenekon, Novruz, hansı adla desək də mahiyyəti eyni olan əziz bayramımızı qarşılamaqdadır. Bu bayram Azərbaycanımıza, Türk dünyasına, Novruzu bayram edən bütün xalqlara, uluslara, ölkələrə xeyirli uğurlu olsun. Zaten Novruz yeni gün, Ergenekon ilə xeyir deməkdir, uğur deməkdir, fəzilət deməkdir, şərafət deməkdir, bəlkə həm də kəramət deməkdir və əlbəttə bərəkət deməkdir. Bizim öz bayramımız, doğma bayramımız olduğuna görə demirəm, ümumiyyətcə Novruz bayramı hər halda bu fikir akademik səciyyədə də özünü doğrultmuşdur ki, dünyada ayrı-ayrı coğrafyalarda, ayrı-ayrı xalqların ayrı-ayrı dönəmlərdən bəri keçirməkdə olduğu bayramlar içərisində özünə məxsus bir yerə və rola malikdir. Heç bir zaman köhnəlməyən, həm irs kimi, miras kimi dəyərli, həm bugün, necə deyərlər, aktual, öz verimliliyi ilə iştirak edən, həm də gələcək yönümlülüyü ilə, gələcəkdə də bayram edilməyə haqq etməsi ilə ayrı bir dərəcə nümayiş etdirir. Bu il Novruz və Ramazan eyni günə təvafüq edir. Əminəm ki, bu təvafüqlük xalqımızın həyatında, günündə, güzəranında öz gözəl əlvan rəngləri ilə iştirak edəcək. Bugün Xankəndində, Xocalıda, Şuşada dalğalanan üç rəngli müqəddəs bayrağımız, orada qalanan tonqallarımız daha böyük gələcəyimizin də nişanəsidir, xəbərçisidir, müjdəcisidir. Böyük gələcəyimizə salam olsun, bayramlarınız kutlu olsun. Bu mübarek bayramın sadece bizlere değil, tüm dünyadaki mazlumlara huzur ve kurtuluş getirmesini Yüce Allah'tan dilerim. Bayramınız bereketli olsun. Əziz həmvətənlərim, sevgili yurttaşlarım, sizi bu gözəl bayramlar münasibəti ilə ürəkdən təbrik edirəm. Möhkəm can sağlığı, firavan həyat, elimizə, obamıza əminamanlıq, dünyamıza əminamanlıq arzulayıram. Bilirsiniz, bu hər iki bayram əslində cahan bayramıdır, insanlığın bayramıdır. Sadəcə olaraq bütün Türk dünyası, Türk xalqları bu insanlıq bayramına göstərdikləri, təbiətin lütfüne göstərdikləri davranışların məzmununu bizim bax bu Novruz bayramına çevrilmişdi.
Arzu edirəm ki, növbəti dəfə Yaradanımıza xitaben biz arzularımızı İrəvanımızdan, Göyçədən, Dərələyəzdən, Zəngəzurdan, Uruddan, Keşkənddən, Amasyadan, Basarkeçərdən və Edibasardan səsləndirək. Əziz həmvətənlərim, əziz xalqımız, sizləri bu müqəddəs bayramlar münasibəti ilə ürəkdən təbrik edirəm. Sizlərə can sağlığı, firavan həyat arzulayıram. Arzum budur ki, Ali Başkomandanımız İlham Əliyev cənablarının sərəncamı ilə azad olunan torpaqlarımızda yanan çıraqlarımız İrəvanımızda, Qərbi Azərbaycanımızda yansın. Sizləri bir daha təbrik eləyirəm. Bayramınız mübarək. Novruz bayramı münasibəti ilə xalqımızı ürəkdən təbrik edirəm. Qərbi Azərbaycanlıları ürəkdən təbrik edirəm. Bizim gözəl yerlərimizdə ilaxır çərşənbəmiz olur. Hamımızın qarşıladığı, həvəslə gözlədiyimiz bayramımız. Allahdan arzum budur ki, bizim o yerlərimizə qayıdaq, Zəngəzurumuza, Göyçəmizə, Vedimizə, bütün Qərbi Azərbaycanımızda, bütün bölgələrdə belə Novruz bayramını təntənəli surətdə qeyd eləyək, şənlikli qeyd eləyək. Allahdan hər birinizə can sağlığı arzulayıram. Qərbi Azərbaycanlılarım, mənim Azərbaycanlılarım, hər birinizə can sağlığı arzulayıram. Xalqımız var olasınız. Bayramınız mübarək olsun. Milli mənəvi dəyərlərimizin qoruyucusu Qursalı TV-nin izləyicilərini və bütünlükdə Azərbaycan xalqını Novruz bayramı və müqəddəs Ramazan bayramları münasibətilə ürəkdən təbrik edir. Xalqımıza əmin-amanlıq, firavanlıq və sülh arzu edirəm. Arzu edirəm ki, gələcək bayramlarımızı itirilmiş Qərbi Azərbaycan torpaqlarında qeyd edək. Bir daha bayramımız mübarək olsun. Təbrik edirəm hamınızı. Əziz həmvətənlər, mən də bir Azərbaycanlı evlad olduğum kimi təbrik edirəm hər birinizi, bütün xalqımızı, bütün millətimizi müqəddəs Ramazan bayramı münasibəti ilə və Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm, öpüşlərimi göndərirəm sizə və Qərbi Azərbaycan icmasının bütün kollektivini mən eyni ilə bu bayramlarla ürəkdən təbrik edirəm. Sağ olun, bir daha bayramlarımız mübarək olsun. Bahar bayramınızı ürəkdən təbrik edirəm. Sizə can sağlığı, uğurlar arzu edirəm. Burada Ali. Bayram günüdür. Bayramlar bayramıdır. Mübarək tarihi sizləri təbrik edirəm. Ağzıma basıram. Hər vaxtınız xeyir olsun. Ruzi bərəkətli. Bu gözəl günü gözəl günlər arzulayıram. Ürəyinizdə sevinç hissi daima. Daha coşkulu, bahar bayramı. Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Mən də bu günlərim milli bayramımız olan Novruz bayramı münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Hər birinizə Tanrıdan bol-bol rüzü, bərəkət, möhkəm can sağlığı, məna dolu günlər arzulayıram. Bayramınız mübarək olsun. Və mən öz ifamla, bir parça ifamla sizləri bir daha təbrik etmək istəyirəm. Buyurun, qulaq asın. Aşıq gələk xalqa gəlir, yana bayram günləri, əlində saz şirin avaz, gələ bayram günləri. Aşıq gələk xalqa gəlir, yana bayram günləri, əlində saz şirin avaz, gələ bayram günləri. El içində yaxşı danış, eşdən əhsəndəsin.
bayramınız mübarək. Bayram gelir elime elimize, nəğmə düşür dilimə dilimize. Bayram gelir elime elimize, nəğmə düşür dilimə dilimize. Könül gülür elim gülür, gülür güzel diyarım. Çalır tarım çalır sazım, gülür eller gülür. Könül gülür elim gülür, gülür güzel diyarım. Çalır tarım çalır sazım, gülür eller gülür. Her yan gül çiçek gül çiçek, elvan gül çiçek gül çiçek. Her yan gül çiçek gül çiçek. Gönül gülür elim gülür, gülür güzel diyarım. Çalır tarım çalır sazım, gülür eller gülür. Gönül gülür elim gülür, gülür güzel diyarım. Çalır tarım çalır sazım, gülür eller gülür. Zəhmət çəkib el üçün min bir əllər, xonça tutub el üçün qız gəlinlər. Zəhmət çəkib el üçün min bir əllər, xonça tutub el üçün qız gəlinlər. Könül gülür elim gülür, gülür gözəl diyarım. Çalır tarım çalır sazım, gülür eller gülür. Könül gülür elim gülür, gülür güzel diyarım. Çalır tarım çalır sazım, gülür eller gülür. Her yan gül çiçek gül çiçek, elvan gül çiçek gül çiçek. Her yan gül çiçek gül çiçek. Gönül gülür elim gülür, gülür güzel diyarım. Çalır tarım çalır sazım, gülür eller gülür. Gönül gülür elim gülür, gülür güzel diyarım. Çalır tarım çalır sazım, gülür eller gülür, gülür eller gülür. Qərbi Azərbaycan icması Çəmbərək rayonu Gölçən kənd icmasının sədri Tanrıverdi Mustafayev. Qarşıdan gələn Novruz bayramı və Ramazan bayramı münasibəti ilə soydaşlarımızı səmimi qəlbdən təbrik edir. Hər birinə möhkəm can sağlığı arzulayıram. Həmişə həmrəydirlər və səbirsizliklə öz doğma yurtlarına qayıtmalarını gözləyirlər. Sabahınız xeyir dostlar. Bugün bayram günüdür, amma biz həmişəki kimi iş başındayıq. Necə deyərlər, musiqiçilərin tətili olmur. Düzdür, bu dəfə mən deyiləm. Violonçeli mən daşıyıram aləti. Amma oxuyan Elnurdur. Bayramınız mübarək. Biz də bayramınızı təbrik edirik. Qoy bu Novruz xoş günlərlə dolu olsun və bütün ilimiz xoş keçsin. Bayramınız mübarək.
sizi müqəddəs Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bayramlarınız mübarək olsun. Sizə Allahdan can sağlığı, uzun ömür arzulayıram. Qursal TV'nin də uğurları daima bol olsun. Mən İsmailov Ramiz Abuzəroğlu, Qərbi Azərbaycan icmasının Sumqayıt nümayəndəsi, Azərbaycan xalqını, Qərbi Azərbaycanlıları, Sumqayıt əhalisini Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir. Onlara uzun ömür, can sağlığı, firavan həyat arzulayıram. Dəyərli Azərbaycanlılar, bu günlər bir çox gözəl günləri yaşayırıq. Ramazan bayramı ilə Novruz bayramı demək olar ki, üst-üstə düşübdür. Bizim bu tarixi, qədim adət-ənələrimizə uyğun olaraq həmişə olduğu kimi yenə də bizim Azərbaycanlılar bu bayramı çox yüksək səviyyədə keçirirlər. Bizim sevincimizin həddi-hüdudu yoxdur ona görə ki, bu bayramlar dövrü artıq suveren ölkəmizdə, suveren Respublikamızın bütün ərazilərində artıq Novruz və Ramazan bayramı qeyd olunur. 30 illik işğalda olan torpaqlarımızı azad edən, suverenliyimizi bərpa edən Ali Baş Komandan Cənab Prezidentimiz İlham Heydəroğlu Əliyev başda olmaqla bütün dünya Azərbaycanlılarını bu müqəddəs bayramlar münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycanımıza, dövlətimizə, millətimizə sülh, əmin-amanlıq və firavan arzu edirəm. Mən özüm də bir Qərbi Azərbaycanlı olaraq Zəngəzurun Qeyrət qalası olan Nüvədi kəndində doğulub boya başa çatmışam. O dövrdə biz, Nüvədə yaşadığımız dövrdə də biz Ramazan və Novruz bayramını Sovetlər dönəmində də demək olar ki, yüksək səviyyədə keçirirdik. Bizim adət-ənənəmiz belə idi ki, bayram ərəfəsində cavanlar, gənclər, yaşlı nəslin nümayəndələrini gəlib həmişə ziyarət edərdilər, onları təbrik edərdilər. Eyni zamanda mən də yaşlı dayılarımı, əmimi, bibilərimi və digər yaxın qohumları bayram günlərində gedib təbrik edərdim. Mən bir daha deyirəm ki, Azərbaycanımız çox gözəl günlərini yaşayır. Artıq Xocalıda, Xankəndində, Ağdərədə, Füzulidə, Ağdamda, Zəngilanda, Ağalidə demək olar ki, tonqallar yanır. Ramazan və Novruz bayramı çox yüksək səviyyədə qeyd olunur. Bizim Azərbaycan xalqı, Azərbaycan milləti iki qat xoşbəxtdir ona görə ki, Ulu öndərimizin rəhbərliyi dövründə və Ulu öndərimizin şərəfli, ləyaqətli varisi olan İlham Heydəroğlu Əliyevin dövründə yaşayırıq. Ali Baş Komandanımız, Cənab Prezidentimiz torpaqları azad etdikdən sonra demək olar ki, ayda bir dəfə, el olub ki, ayda 2 dəfə həmən işğaldan azad olunmuş torpaqlarımıza səfərlər edir. Mehriban xanımla, Leyla xanımla, Arzu xanımla, oğlu Heydər Əliyevlə birlikdə demək azad olunmuş torpaqlarımıza səfərlər edirlər və orada gözəl işlər görürlər. Demək olar ki, işğaldan azad olunmuş torpaqlarımızın bir çoxunda artıq quruculuq, abadlıq işləri gedir. Məktəblər tikilir, bağçalar tikilir, eyni zamanda da yaşayış kompleksləri tikilir. Bugün Xocalıda, Füzulidə, Xankəndində, Şuşada, Ağdamda, Zəngilanda demək olar ki, artıq yaşayış bərpa olubdur. 30 il qəribçilikdə qalan vətəndaşlarımız artıq öz evlərinə, öz obalarına qayıdıblar. Dədə-baba torpaqlarına qayıdıblar və orada sönmüş çıraqları yandırırlar. Mən bir daha Cənab Prezidentimiz başda olmaqla bütün dünya Azərbaycanlılarının Ramazan və Novruz bayramını səmimi qəlbdən təbrik edirəm. Hər bir ailəyə, hər bir vətəndaşa xoşbəxtlik, səadət, can sağlığı arzu edirəm. Var olun, sağ olun. Özündə dostluq, birlik, mehribanlıq kimi ali dəyərləri, eyni zamanda milli və mənəvi xüsusiyyətlərimizi birləşdirən Novruz bayramı bizim həm dünənimiz, həm bugünümüz, həm də sabahımızdır. Dünənimizdir ona görə ki, o bizim hansı kökə,
hansı dəyərlərə sahib olduğumuzdan xəbər verir. Bugünümüzdür, ona görə ki, bu bayram vasitəsilə biz əzizlərimizlə, doğmalarımızla birgə oluruq, xoş vaxt keçiririk və baharın gəlişini qeyd edirik. Gələcəyimizdir, ona görə ki, biz bugünkü ali və milli dəyərlərimizi sabaha mütləq şəkildə ötürməliyik və Novruz bayramı bunun üçün çox yaxşı və çox gözəl bir vasitədir. Novruz bayramı ələxüsus Türk dünyasında xüsusi qeyd edilir. Azərbaycan isə bu sırada düşünürəm ki, öndədir. Biz bu bayramı hələ Sovetin qadağaları fonunda belə yaşamağı davam etdirməyi, qeyd etməyi bacarmışıqsa, deməli bu bayram bizim üçün nə qədər önəmlidir. Və mənim arzum, istəyim odur ki, bu gözəl bayram günündə hər kəs öz ailəsi ilə, sevdikləri ilə, yaxınları ilə bir süfrə arxasında əyləşə bilsin, xoş vaxt keçirdə bilsin. Ruzi və bərəkət arzuluyuram hər bir ailəyə, hər bir insana və bir arzum da odur ki, qələbə tonqallarımız bugün necə ki Qarabağda, Şərqi Zəngəzurda qalanır, necə ki onun işığına, istisinə isinirik, belə tonqallarımız, belə bayram əhval-ruhiyyəmiz, belə gözəl tədbirlərimiz tezliklə Qərbi Azərbaycanda da öz rəvan həyatını, coşqusunu yaşasın və tezliklə biz həm də Qərbi Zəngəzurda görüşək. Novruz bayramı münasibəti ilə xalqımızı ürəkdən təbrik edirəm. Novruz baharın gəlişini, təbiətin oyanışını, yellənmə və ümid rəmzini özündə birləşdirən ən qədim və ən əziz bayramlarımızdan biridir. Bu müqəddəs bayram əsrlər boyu xalqımızın milli mənəvi dəyərlərini yaşadaraq bizi birliyə, həmrəyliyə və həmişə xeyirxahlığa səsləyib. Novruz tonqallarının alovu qəlbimizdəki istiliyi, süfrəmizdəki bərəkət isə həyatımıza bolluk və ruzi bərəkət arzusunu ifadə edir. Bu bayram günlərində insanlar bir-birinə qonaq gedir, küsürlər barışır, ürəklər sevgi və məhəbbətlə dolur. Səməni kimi cücərən arzularımız qoy həmişə həyata keçsin. Hər bir ocaqda, hər bir ailədə sağlamlıq və firavanlıq hökm sürsün, bol ruziləri olsun. Novruzun gətirdiyi yenilik ruhu hər bir ailəyə xoşbəxtlik gətirsin. Ölkəmizə isə daha da inkişaf və əmin-amanlıq bəxş etsin. Qoy bu bahar xalqımıza yeni uğurlar, yeni nailiyyətlər, xoş xəbərlər və parlaq gələcək gətirsin. Hər evdən gülüş səsləri əski olmasın. Hər bir ürəkdə sevgi, hər addımda uğur olsun. Bu gözəl bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Novruz bayramınız mübarək olsun. Dəyərli dostlar, sizləri xoş gördük. Bugün bayramların qovşağındayıq. Nə xoş təsadüf. Ramazan bayramı, Novruz bayramı ilə üst-üstə düşür. Hər iki bayram elimizin, obamızın olmazsa olmaz ən müqəddəs bayramlarından sayılır. İkisində də dərin ayinlər və rituallar, insanı həyata bağlayan dəyərlər vəhdətdədir. Bəli, Novruz yeni gündür, yeni ildir, yeni nəfəsdir, təzəlikdir. Təbiət oyanır və 4 çərşənbəsi ilə ifa olunan buradakı ayinlər özündə dəyərlər kəsb edir, həyata bağlılığımızı ifadə edir. Eyni ilə də Ramazan bizdəki hissləri, insani 5 duyğu hissizlərimizin tərbiyəsidir. Hər ikisi vəhdətdə insanlığa dərinlik və məna qatır. Bayramınız mübarək olsun, düşərli olsun, elimizə, obamıza, ailənizə bol-bol can sağlığı nəsib etsin. Çəmənlər oyandı, al rənglərə boyandı, Novruzun gəlişi tək, yer göy nura boyandı.
hoş geldin. Kalbimize can geldi. Bahar geldi, hoş geldi. Kalbimize can geldi. Seçenenler uyandı, al renklere boyandı. Novruz'un gelişti tek, yer göğü nura boyandı. Novruz geldi, hoş geldi. Kalbimize can geldi. Bahar geldi, hoş geldi. Kalbimize can geldi. Əziz bacılar və qardaşlar, sizi qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bugün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmiyyətlə salamlayıram. Onların canı qanı bahasına biz doğma torpaqlarımıza qayırmışıq. İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim 30 il ərzində işğal altında olmağımızı heç kim yaddan çıxarmamalıdır. Və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç olmuyor müharibə. Sanki işğal olmuyor. Sanki Ağdamı Qafqazın Hirosimasına döndərən olmuyor. Bunu unutmaq və bizə unutturmaq istəyirlər. Heç vaxt bu olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, post-müharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq, bunun axırı nə olacaq. Biz bugün dayanmışıq doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Biz 2 il yarım müddət ərzində hər birimiz xaricdə yaşayan Azərbaycanlılar daxil olmaq şərti ilə qürur hissi ilə yaşayırıq və hər kəsə, bütün dünyaya sübut eləmişik ki, böyük xalqıq və öz gücümüzə ərazi bütövlüyünü bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik. Mən bir daha əziz xalqımı qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm. Bir daha sözümü məşhur olan sözlərlə tamamlamaq istəyirəm. Qarabağ Azərbaycandır.